Salam, xoş gördük sizləri. Bugün studiyamızın qonağı fərqli imkanlara sahib olsa da, öz istəyi və əzmi ilə bir çox gəncə nümunə ola biləcək Elman Süleymanovdur. Xoş gəlmisən Elman. Xoş gördük Günel, təşəkkür edirəm. Maraqlı girişə və təqdimata görə. Çox sağ ol. Necəsən? Yaxşı, çox sağ ol. Təşəkkür. Elman Süleymanov görmə məhdudiyyətli olmasına baxmayaraq, təhsil və ictimai sferada bir çox uğurlar qazanmış biridir. Və bu gün ona görə istədim ki, Elman bizim studiyamızda qonaq olsun. Çünki bir çox gəncin sənin ilhamına ehtiyacı var, Elman. İstəyərdim onlar səni tanısın. Elman Süleymanov hal-hazırda sosial sahədə mentorluq fəaliyyətinə məşğul oluram. Sosial sahibkarlıq ideyalarının inkişafı məsələləri ilə bağlı və ümumilikdə sosial rifahın artırılmasına bağlı istəyir individual, fərdi səviyyədə, istəyir korporativ səviyyədə, istəyir təşkilati səviyyədə consultancy, yəni məsləhətçilik xidmətləri də keçirirəm. Və bugünkü bu fəaliyyət əslində çox uzun çəkən bir prosesin nəticəsidir. Yəni bu 10 illərlə çəkən həm təhsil, həm təcrübə, həm belə deyək, qeyri-formal təhsil və self-study, özün təhsil, bütün bunlar nəticəsidir ki, bugün ortaya bir məhsul qoya bilirik. Çünki birbaşa mövzumuz təhsildir, ona görə mən çalışıram ki, bütün nə müzakirə edəcəksə, hamısını təhsillə bağlayaq, onsuz da elə hamısı təhsildən gəlir. Elman, təhsil həyatın hansı nöqtədə sənə xidmət eləməyə başladı və məhdudiyyətlərin burada sənə nə kimi bir problemlər yaratdı? İkisi də çox dərin sualdır. Hərəsinə yəqin ki, bir saat vaxt gələcək amma. Təhsil nə vaxt xidmət etməyə başladı? Məncə təhsil ilk saniyədən artıq xidmət etməyə başlayır. Sadəcə biz bəzən onun xidmətini həmin saniyəyə görə bilirik. Bəzən çox qısa bir müddət ərzində, bəzən də illər keçir. Biz Amerikada təzə başlamışam təhsil almağa və mən oraya çatanda başa düşdüm ki, mən burada illərlə ingilis dilində fəaliyyət göstərmişəm. İdarədə, işdə, ofisdə görüşlər olurdu, beynəlxalq konfranslar olurdu. Amma mən ora çatıb, oradakı akademik mühitə daxil olandan sonra başa düşdüm ki, biz burada ingilis dilində danışmırıq. Hələ öyrənmək lazımdır bunu. Baxmayaraq ki, mən 10 ildən çox ingilis dilini sərbəst danışırdım və yaxşı səviyyədə. Demək, magistr pilləsinin ilk aylarındayam, sentyabr-oktyabr aylarındayam və ümumi auditoriyada özümü hələ tam onlarla, digər yoldaşlarla, digər tələbə və professional kollegalarla bərabər hesab etmirəm. Bu fərq açıq-aydın görünür mən tərəfdən və buna görə də təşəbbüskarlıq göstərməyə çox risk eləmirəm. Tutaq ki, dərslər zamanı və ya təlimlər zamanı daha çox sakit vaziyətdə yer almağı strateji olaraq düzgün olduğunu düşünürəm. Bir məqam oldu, biz hakimiyyətin bölgüsündən danışırdıq. Bir çox dəyərli adlar çəkildi və birdən bir cəsarət gəldi, bir ürək gəldi. Professora sual verdim ki, bəs hörmətli professor, nəyə görə siz Montesquieun adını çəkmədiniz? Hakimiyyət bölgüsündən bağlı bütün bu nəzəri bilikləri biz müzakirə edirdik. Və o mənə qəribə sual dedi, Montesquieu niyə çəkməliyəm ki onun adını? Və bir növ mən çox belə pərt oldum ümumi auditoriyada. Sanki bilmədiyi bir məsələni ortaya sürən bir, ortaya belə deyim də, atan bir şəxs kimi. Amma nə baş verdi? Axşam evdə olanda bir qrup yoldaşım vardı, çox yaxın dostum, Lauren zəng etdi ki, Elman təcili e-mail yoxla. E-maila baxdım ki, həmin professor bütün qrupun iştirakçılarını qoyub CC-yə, e-maila və göndərib ki, Elman bugünkü suala görə təşəkkür və orada mən belə deyim, düzgün cavab vermədiyimə görə üzürlü sayıq. Montesquieu həqiqətən də hakimiyyət bölgüsündə ən önəmli adlardan biridir və s. və mən bundan sonra onun dərs proqramına daxil edəcəm. Və bu nə idi? Bu o idi ki, mən burada politologiya təhsil alanda dərsdən eşitdiyim bir cümlədir. Mən o cümləni və keçdiyim bir dərsdir. O dərsi həyatım boyu heç yerdə istifadə etməmişdim. Mənə nə təhsilimdən sonra Montesquieun hakimiyyət bölgüsü lazım, amma elə bir məqamda gəldi
və elə bir Lazım belə deyim, ondan sonra artıq avtomatik mənə reputasiya artdı, məndə özgüvən artdı, artıq dərslərdə çox aktiv bir şəkildə təşəbbüskar göstərməyə paylaşdım. Görün eləyə də xidmət edir ki, mən heç təsəvvürümə gəlməzdi. Düzdür, illər keçmişdi və heç elə bir yerdə ki, mən o bağlantını özüm istəsəydim belə qura bilməzdim yəni. Ona görə təhsil hər zaman xidmət eləyir. Bəzən bizim gənclərimiz, yeniyetmələrimiz deyirlər ki, kimya mənə harda lazım olacaq ki, fizika mənə harda lazım olacaq ki, mən bunu oxumağım heç də vacib deyil. Çünki qəbul imtahanı, universitetə qəbul imtahanında bu mənim blokumda olan bir fənn deyil. Amma sənin sözünə qüvvət, bəzən təhsil bizə elə bir yerdə xidmət eləyir ki, məhz həmin o nöqtədən sonra bizim həyatımız ciddi mənada dəyişir. Bu həm müsbətə doğru ola bilər, həm də mənfiyə doğru. Nə gözəl ki, səndə müsbətə doğru olub. Sən həyatının hər hansı dönəmində məhdudiyyətləri özünə məhdudiyyət olaraq hiss eləmisənmi? Təbii ki, bu hiss olunub, olunur da, olunacaq da. Müəyyən vaxt bunun intensivliyi azalır, müəyyən vaxt bunun intensivliyi artır. Amma bu məsələyə çox fərqli rakurslardan baxmaq olar. Məhdudiyyətlər əslində mənim məhdudiyyətlərim ki, mən məhdudiyyətləri özümdən gətirməmişəm və ya məhdudiyyət yaratmamışam ki, mən buna öz məhdudiyyətlərim deyim. Biz gəlin bunu daha çox həyatı yaşama yox, gəlin təhsilə bağlayaq ki, daha çox biz belə deyim, faydalı məlumat verə bilək təhsillə bağlı bilgi almaq istəyən insanlara. Təhsil nədir? Təhsil informasiyanın belə pedaqoji metodlarla beyinə göndərilməsi, çatdırılması və orada onun düzgün şəkildə proses olunub bir productivity-yə, bir məhsuldarlığa, bir yeni bir ortaya bir şeylər qoymaq. Azərbaycanda bunu tam deyə bilmədim. Bu prosesdən sonra bir nəticə olmasıdır. Artıq o beyinə gedən məlumatı ki, biz beyinə göndərməliyik, orada bir çox maneələr var. Kimisi eyni kitabı götürək, biri o kitabı normal formada götürüb əlinə alıb kağız kitabla oxuya bilər. Biri kağıza qarşı bəlkə də allergiyası var və s. götürüb həmin kitabı elektron formada oxuya bilər. Biri o kitabı yolda gedə-gedə audio formatda dinləyə bilər. Biri o kitabı sadəcə barmaqları ilə, yəni Braille əlifbasından oxuya bilər. Hər bir halda məlumat o beyinə gedib çatır. Sadəcə o ortada olan məhdudiyyətlər ki var, o məlumatla beynin arasında. Bu məhdudiyyətlər var, bu hər insanda var. Sadəcə təhsil anlayışı, yaradılışı bu min illərdə, bu min illərin təkamülü, təhsil dünən 100 ilin, 200 ilin məsələsi deyil ki, min illər boyu əsasən tipik insanlar, yəni görmə məhdudiyyəti olmayan və digər, belə deyim, məhdudiyyətlər olmayan insanlar daha çox təhsilə çıxış olub deyə, əksəs olub deyə. Və təhsilə necə olur? Çıxışın olur, gəlirsən, qalsın təhsilə, sonra özün çevrilirsən, olsan akademik fəaliyyətlə məşğul olursan və bir dərəcələri alırsan və sonra təhsili idarə edənlərdən birinə çevrilirsən. Min illər boyu tipik insanlar olub deyə. Bugünkü təhsildə belə onlar düşünülməyib. Ona görə yox ki, bu bilərəkdən düşünmür. Sadəcə ağlına gəlməyib heç kim. Niyə də gəlsin ki, bir professor həyatı boyu həmişə görüb. O niyə fikirləşsin ki, mən görməsəydim necə oxuya bilərdim bunu? Məntiqlə. Fikirləşə bilər. 10.000 professordan 5-i fikirləşə bilər, 10-u fikirləşə bilər, 20-sini fikirləşə bilər. Amerikada sistem elə qurulub ki, artıq təhsilin əksər kontenti gözlə, vizual olaraq görüntü üçündür. İstəyir bu təqdimatlardan geçsin, təqdimatların daha çox qavranılması üçün orada istifadə olunan alətlərdən geçsin, ən çox istifadə olunan rənglərdən geçsin ki, hansı rənglərdə olan yazılar beyinə daha tez həkk olunur, daha çox yaddaşda qalır. Video materiallar hazırlananda, kitablar hazırlananda, oradakı şriftlərdən tutmuş hər şeyə qədər əsasən təhsil beyinə göz vasitəsilə gəlir. Çünki ən böyük, iri həcmdə belə deyim, kontenti, datanı göz götürə bilir. İri həcmdə datanı göz götürə bilir. Qulağın data almağı biraz gözə baxanda çətindir və bir də gözün yaxşı belə deyim də üstünlüyü, avantaj tərəfi nədir ki, datanı daha sürətli ayırır. Çox rahat ayırır. Amma qulaqda hər şey çox qarşı olur. Beyin onu ayırana qədər beyin çox əziyyət çəkir. Çox yorulur. Və ona görə mən əsasən səslə aldığıma görə bütün bu bilgiləri, belə deyim,
tipik bir qəbul edən şəxsdən, təhsil qəbul edən şəxsdən dəfələrlə daha çox enerji xərcləməli olaram ki, eyni məlumatı qəbul edim. Eyni səviyyəyə gəlmək üçün, eyni formada bir nəzəriyyəni, bir konsepti, bir kitabı qəbul etmək, bir məqaləni oxumaq üçün mən gərək bir neçə dəfə, hətta bəzən 10 dəfə daha çox enerji sərf edeyim ki, onu eyni formada qəbul edeyim. Bu həmişə var. Bu məhdudiyyətləri sən elə bir şəkildə təqdim edirsən ki, əslində sanki belə üzərindən hoppanıb keçə biləcəyin balaca bir maneə kimi. Amma sənin keçdiyin həyat yolunda bu maneəni aşmağında mütləq sənə kömək olan, dəstək olan insanlar var, olub və ailən bu nöqtədə harda dayanıb səndən? Düşünürəm ki, yəqin ki, demək doğru olar ki, bunu elə başlanğıc nöqtədə ailə dayanır. Ailənin belə deyim, dəstəyi, təşəbbüsü, bir növ katalizatorluğu ki, təhsilə yönləndirməsi. Çünki ailə yönləndirməsə məncə çətin olardı. Amma bunu o qədər insanın təsiri olub. Məsələdə kimin ki intensiv və daimi, uzun müddətli, kimisi bəlkə bir anlıq bir hərəkətlə kimisi dəstək olub. Kimisi bəlkə də qısa müddətli bir müddətdə belirliyim hansısa bir semestr ərzində mənimlə işləyib, hansısa professor və ya hansısa akademik fəaliyyətlə məşğul olan şəxs və ya qayıda bilərək məktəb müəllimlərinə. Düşünürəm ki, bu bir nəfərin, 5 nəfərin işi deyil. Yəni, bugün mən indi aldığım təhsil səviyyəsinə çatmışamsa, deyərdim hətta yüzlərlə insanın burada əməyi var. Yəni, bu tək mənim işim deyil. Yəni. O demək deyil ki, indi ola bilsin, bunu hələ fərqli formatda anlaya bilər yüzlərlə insanın əməyi olduğunu. Ola bilər ki, o demək deyil ki, həmin şəxslər mənim yerimə təhsil alıblar. Amma təhsil arasında o maneələrin aradan qaldırması ki var, biz deyirik, o məlumatın, o datanın gəlib beyinə girməsi üçün arada 1000 dənə maneə var, kağızlar, divarlar, nə bilim, bizim yaratdığımız süni maneələr də var və təbiətin qoyduğu, əslində maneə deyirlər bunlar. Bu biraz dərin mövzudur, ora girsək, oradan çıxa bilməyəcəyik. Əslində maneəni biz özümüz yaradırıq, həm bu məlumatlarla öz aramızda və ya maneəni harda yaradırıq, düzgün kommunikasiyanı qura bilməməkdə. Biz anlaya bilməyəndə ki, qarşı tərəf bunu necə qəbul edə bilər və biz bunu ona necə verə bilərik və ya mən tutaq ki, bir tələbə olaraq, şagird olaraq, təhsili alan şəxs olaraq anlamalıyam ki, bunu professorlar mənə hansı formada çatdırmaq istəyirlər. Və professorların məlumatı olmalıdır ki, mən onu hansı formada almaq qabiliyyətinə sahibəm. Əgər mən onu bugün görməklə o datanı ala bilməyəcəmsə, o professor nə edirsə eləsin, o vizual kontenti mənə yerdə bilməyəcək. Və ya mən onu belə deyim, eşitməklə və ya toxunmaqla və ya başqa bir formatda daha sürətli ala bilirəmsə bu datanı, metodika ilə hazırlanmalıdır ki, həmin dərs və ya akademik məhsulun, kontentin həmin formada mənə daha sürətli gəlib çatmasını. Və bunlar da kompleks, yəni çox mürəkkəb məsələdir. Bu asan bir şey deyil. İnsanların bir-birini anlamağı, bu min illərlə davam edən bir sahədir. Ona görə çox çətinliklər yaranır. Həm də işin içində daxili motivasiya var. Bir çox insanlar var ki, fiziki olaraq məhdudiyyətləri olmasa da, onların mənəvi və beyində özlərinə qoyduğu bəzi məhdudiyyətlər var. Məsələn, onlar fikirləşirlər ki, şərtlər onların istədiyi kimi deyilsə, onların irəliyə getməyi də əngəllənmiş hesab olunur və artıq onlar başlayırlar pasiv bir yol tutmağa. Dolayısıyla bunun da səbəbi daxili motivasiyanın olmamasıdır da. Səndə biz o daxili motivasiyanın çox güclü olduğunu görürük. Bu hardandır? Bu daxili motivasiyanı sən necə özündə daimi qoruyub saxlamısan? Belə deyək, məsələyə biraz bəlkə də spiritual yanaşmış olacağam. Amma şərtlər onsuz da heç vaxt bizim istədiyimiz kimi olmur və şərtlər onsuz da heç vaxt bizim istədiyimiz kimi olmayacaq. Şərtləri elə quran da bizi, yaradan da bizi, bu asan olmaya bilər, çətin ola bilər
Bu da oyunun əsas qaydasıdır ki, oyun heç vaxt asan olmur. Oyunun əsas qaydası odur ki, oyun heç vaxt asan olmur. O daimi motivasiya deyəndə ki, daimi motivasiya olmur axı. Sadəcə bugün əgər indi biraz uğur anlayışda, çox nisbi anlayışda kiminə görə uğur, nəyə görə uğur məsələsi. Amma 3-4 dənə, 5 dənə kiçik uğuru görürsə, onun ardında bəlkə də 1000 dənə uğursuz nəticə var, fail var. Biz bugün 3 dənə, 5 dənə hansısa müvəffəqiyyəti görürüksə, hansısa bir deyək ki, dərəcə almaqdır, hansısa bir yerə çatmaqdır, hansısa bir öhdəliyin yerinə uğurla yetirilməsini, nəticəsini görə biliriksə, bu 3-5 dənədir. Amma o 3-5 dənə gələnə qədər bəlkə də nə qədər yuxusuz gecələr, nə qədər ac-susuz günlər, nə qədər yeri gəndə yağışın altında qalmaq. Mən buradan Amerikaya köçəndə hava limanından çıxıb bir bel çantasına girmişdim. Başqa heç bir şeyim yox idi. Tək idin? Aha, hava limanından çıxıb otelə gedib, oradan sonra başlayıb bir səhər gündən başlayıb gəzə-gəzə ev axtarmağa başlamışdım və heç dilini bir dənə bilirdim də. O da ki, dediyim kimi də bizim bildiyimiz dildən oranın dili eyni deyil. Amma bir dənə olsun belə şəxs tanımadan bu şəhərdə. Və o demək deyil ki, mən gedən kimi bütün qapılar açıldı, hər şey belə möhtəşəm, nə yaxşı elman gəlib bura deyib bütün şəhər məni qucaqlamırdı da. Yəni o elə deyil. Orada illərlə həmin o çevrəni qurmaq, işləri qurmaq, iş sahibi olmaq, yaşam şərtlərini öyrənmək və s. və s. çox əziyyətdir. Təhsil yolunda həm də sənə dəstək olan texnologiya var. Texnologiyanı necə biz yaşlıların belə texnologiyanı öyrənəndə necə çətinlik çəkdiyini görürük də. Sən texnologiya ilə necə barışdın? Mən səni tanıyan dönəmdən etibarən sənin texnologiyadan çox yüksək səviyyədə istifadə elədiyini bilirəm. Buna bələdəm. Necə onu çözürdün? Belə deyək, mən bugünkü gündə belə hər günümün bir saat yarımını süni intellektə öyrənməyə sərf edirəm. Bu artıq mənim üçün hobbidir də bir növ. Və bunu etməliyəm. Demək ki, həftə bir gün falan istirahət verirəm, amma bunu həvəslə edirəm. Hər gün saat yarım, 2 saat süni intellektə öyrənirəm texnologiyanı. Amma texnologiyada belə bir şey var. Texnologiya yaranır, üstün bir texnologiya yaranır bugün. Və bu texnologiya yaranan da artıq təhsil sistemləri də, mən qlobal səviyyədə deyirəm, böyük nəhəng təhsil sistemləri də artıq bu texnologiyanı inteqrasiya edir öz metodikalarına və başlayırlar təhsildə texnologiyanı istifadə etməyə. Və üzərindən 5 il keçir, 6 il keçir, 7 il keçir. Gənc hansısa bir qrup, yeni bitirmiş universiteti məzunlar falan, qərar gəlirlər ki, gəlin biz bu texnologiyanı accessible eləyək, müəssər eləyək, əlçatan eləyək. Və başlayırlar mənə eksperimentdə aparmağa, əvvəl prototip hazırlayırlar, sonra yavaş-yavaş, bil ki, bu texnologiya bugün yaranıbsa, gəl 5 ildən, 10 ildən sonra əlçatan olur ki, onu digər, yəni görmək şəxsə və hər bir halda geri qalırsan. Bugünün trendindən sən gərək o qədər sürətli qaçasan ki, bil ki, sən velosiped sürürsən, pedallar fırırsan, amma getmir. Sən gərək qaçasan ki, gəzənin sürəti ilə bərabər gedəsən. Bu həyatın bu şərtlər deyə bayaq. Buranın qaydası budur. Yəni, bunu dəyişmək şansı yoxdur. Oturub şikayət eləmək, gözləmək kimsə bunu dəyişsin. Bu belə olmayacaq. Yəni, bunu bir dəfə insan qəbul edəndən sonra biraz daha rahat orada qaçanda artıq şikayət eləmir də ki, mən niyə qaçıram, onlar gəzirlər. Yəni, başa düşür ki, bu bunun qaydasıdır. Quş uçmaq üçün yaranıb, balıq üzmək üçün yaranıb, hərəkətli olaraq. Əgər sən də görürsən ki, bugün texnologiya sənə gec gəlib çatır, demək sən 2 qat sürətlə qaçmalısan ki, nisbətən digərləri ilə bərabər formada getmək üçün. Texnologiya, o vaxt bir söz eşitmişdim, texnologiyada əngəl anlayışı yoxdur. There is no handicap in technology. Ona görə texnologiya mənim ən böyük ümidimdir ki, bütün bu nə ki, məhdədiyyətlə bağlı üzə çıxan məsələlər var. Bunların tibdən də çox, nə bilim, digər üsulların hamısından çox ən böyük mənim motivasiyam odur ki, bir gün texnologiya bütün bu maneələri aradan qaldıracaq. Elman, bəs sən məhdudiyyətləri olan övladlara sahib valideynlərə nə tövsiyələr eləyə bilərsən? Ən önəmlisi bunlardır. Ən böyük problem nədir? Bizim valideynlər uşaqlarını çox sevirlər. Genəldə də çox sevirlər.
məhdudiyyəti olanda nəinki valideynlər, bütün yaxın qohumlar hamı bir növ ora bir növ zəif nöqtə olur da. Yəni hamı çalışır ora üçün nəsə eləsin və maksimum əlköyünləşdirmə gedir. Maksimum əlköyünləşdirmə. Və maksimum onu əziyyət çəkməyə qoymurlar. Bu da bir növ necə bu sözün ifadəni düz geçsin, kütləşmə yapar. Kütləşmə deyərkən itiliyini azaldır. Qoymur ki, daha sərt olmağa qoymur ki, sabah yetkin yaşa çatandan sonra həyatda vəhşi mübarizəyə çıxanda zəif olur. Silahları olmur. Qanadları uçmaq üçün yetərli olmur. Belə deyim də, yəni. Ona görə maksimum şəkildə uşaqlara qorxmamalılar. Sərt təlimlərə verməkdən qorxmamalılar ki, uşağımın xətrinə dəyərlər, uşağım üzülər, inciyər, ağrıyar və s. olar. Zaten həyat budur. Bugün baxırlar, amma sabah özləri o uşağın yanında böyük ehtimal. İndi bizim həyatın müəyyən sistemi var da, o sistemə görə valideynlər bir yaşdan sonra tərk edir. Dünyadan çıxırlar, keçirlər. Və nə qardaş, nə bacı, nə əmi, nə dayı falan həmin şəxsi artıq böyüyəndən sonra əvvəl kim baxa bilməyəcək. Bu da həyatın reallığıdır. Biz bunu görürük. Biz bunu bilirik. Uşaq həmişə belə balaca şirin olmur da, yəni. Uşaq böyüyür, artıq yetkin insan olur. Bəzən problemlər formalaşır, bəzən onunla yola getmək çətin olur. Elə biləcək ən böyük yaxşılıq nədir? Gələcəkdə onun öz azad maddi təminatını qurması üçün ən azı bir peşəyə sahiblənməyinə, yiyələnməklərinə şərait yaratmaq ki, nə olursa olsun, sabah bu adam həyatının sonuna qədər ən azından öz belə deyim, lazım olan xərclərini öz qarşılaya biləcək. Bu mütləq olmalıdır. Amma mən bizim toplumda bunun elə də uğurlu, yəni valideynlər tərəfindən bunun o qədər də uğurlu nəticəsini görə bilmirəm. Burada da sevgini biz mane olaraq deyə bilərik. Burada sevgi yox, bu da egoistlikdir. Çünki biz, məsələ sevgi biz necədir? Baxın, valideynin deyir ki, mənim uşağıma bir şey olsa üzülərəm. Düzdür? Artıq avtomatik özünün egoizmi ortaya çıxır. Öz üzülməyinin qarşısını almaq üçün uşağı, məsələn, ola bilsin uşağı evdən uzağa göndərmək lazımdır, hansısa bir deyəm, təlimə. Valideyn deyir, mənim uşağım orada nə yeyər, nə içər, mən üzülərəm, mən yata bilmərəm gecə uşaq orada olsa. Burada məsələ sevgidən gedir, yoxsa məsələ öz üzüntüsünü qarşısını almaq üçün egoizmdən gedir. Biraz qarşılıqlı məsələ. Bəli, maraqlı bir sual idi. Mən bunu da vurğulamaq istəyirəm ki, bir çoxumuz məhdudiyyətlər olmasa belə övladlarımıza belə yanaşırıq. Ümumi yanaşmadır. Bəli, bu ümumi yanaşmadır. Ümumi yanaşmadır. Bəs Elman, biz müəllimlərə, inklüziv şagirdləri olan müəllimlərə xüsusilə nə tövsiyə eləyərsən? Biz necə onlar üçün daha əlverişli, əlçatan və səmərəli bir təhsil mühiti qura bilərik ki, onlar da gələcəkdə bax belə sənin kimi məhdudiyyətləri özlərinə əngəl olaraq deyil, məhdudiyyətlərinin növbəti uğurlara çıxmaq üçün, getmək üçün bir yol kimi istifadə eləyə bilsinlər. Belə deyək, mən xatırlayıram təxminən 2018-19-cu illərdə bir neçə minə yaxın müəllimə, məktəb müəlliminə mən təlimlərin bir parçası olaraq təlim keçmişdi. İnklüziv təhsil, inklüziv mühitin qurulması, metodologiyalar, universal design deyilən bir anlayış var. Universal dizayn, yəni o dizayn ki, bayaq dediyim kimi, məlumat mühitdə olan hər bir subyektə, yəni hər bir şagirdə rahat çatdırılsın. Və bunu qurmaq üçün bəzi fiziki qurğular olmalı, fiziki infrastrukturu da olmalıdır. Həmin o, tutaq ki, biz fokusdan yəni sinif otağında mühitdə çox geniş danışanda dağılır mövzu. Bir sinif otağında həm fiziki infrastrukturu buna əlverişli olmalıdır. Həmçinin sinifdə həmin vaxt keçilən dərsin kurikulumun metodologiyasına uyğun olmalıdır. Üstəlik o dərsi verən müəllimin, təlimçinin inklüziv təhsillə bağlı və universal dizaynla bağlı yumuşaq bacarıqlar və sərt bacarıqlar, həm hard skills, həm soft skills, bunlar sahib olmalıdır. Bu da kompleks bir məsələdir. Bunun təlimləri var, bunu artıq gətiriblər. Mən bilən artıq
pilot layihələr həyata keçirilir. Bir sıra tipik uşaqların təhsil aldığı məktəblərdə fərqli-fərqli sindromlu və əlillik dərəcəli uşaqlar artıq təhsil almağa başlayıblar. Bunun eksperiment olaraq aparırlar, nəticəni hesablayırlar. Növbəti sinifləri daha rahat, daha belə az risklə açmaq üçün çalışırlar. Amma belə xüsusi mən 2 cümlə ilə tövsiyəm olsa, mənim tövsiyəm olar ki, mənə qulaq asmaqdansa açın buna bağlı kitablar var, onları oxuyun. Oradan daha çox nəsə öyrənə bilərsiniz. Əgər belə bir marağınız varsa ki, əvvəl-axır belə olacaq. Yəni əgər bugünkü müəllimlər 10 il sonra da istəyirlər ki, formda qalsınlar, idmançı necə idmançı bunu yaxşı idman edir, yaxşı bir form qurur və fikirləşir mən möhtəşəməm, dayandısa 10 ildən sonra onun formu düşəcək. Artıq başqaları gəlib onu üstələyəcək. Əgər bugünkü müəllimlər istəyirlərsə ki, 10 ildən sonra, 12 ildən sonra hələ də tam standartlara cavab verən formada, bacarıqlara sahib bir müəllim statusuna qalsınlar, dayanmadan inkişaf etməlidirlər, bunu bilirlər onsuz da və bu mövzunu xüsusən qatmalı. Çünki bu gəlir. Bu gəlir. İnklüziv sözü tək burada məsələ əlillikdən gəlmir. İnklüziv sözü odur ki, biraz açıqlamasını versək, burada bir sıra onu formalaşdıran kimliklərdən asılı olmayaraq, yəni onun formalaşdıran kimliklər var ki, sosial kimliklər var, dini seçim, irq məsələsi var, milliyyət məsələsi var, cins məsələsi var və fiziki durum məsələsi. Bunların heç birindən səbəb olmadan dərsdən kənarlaşdırılmasın, yəni dərsdən kənar qalmasın və ya təhsilə əl çatanlığı olsun. Bu, bugünkü gün sürətlə inkişaf edir, mən müşahidə edirəm belə. Və dediyim kimi, mənim düşünürəm ki, proqnozum, belə baxır bu inkişafla, 10 il sonra artıq məsələ tamamilə bütün məktəblərdə fiziki məhdudiyyətinə baxmayaraq bütün uşaqlar təhsil almaq şansı yarana bilər. Bu gedir, bu formada davam etsə bu olacaq və gərək müəllimlər dayanmadan özlərini, belə deyim, inkişaf etdirsinlər bu sahədə. Kimilləşsinlər. Əslində biz öz dərslərimizi quranda məhz elə bütün bu fiziki, mənəvi, mental məhdudiyyətləri də göz önündə tutmalıyıq. Çünki elə şagirdlərimiz var ki, fiziki məhdudiyyəti olmasa da onların vizual öyrənməsi aşağı səviyyədədir. Eşitmə gücü daha yüksək səviyyədədir. Və biz müəllim olaraq dolayısıyla öz şagirdlərimizi yaxından tanıyaraq hər kəsə bərabər təhsil mühitini qurmaq üçün sözün əsl mənasında Elmanın sözünə də qüvvət, dayanmadan öyrənməliyik. Bu günümüzdə bizim üçün labüddür. Elman, fərqli imkanlara sahib gənclərə nə kimi tövsiyələrin olar? Hansı ki onlar, bir daha vurğulayıram, sadəcə fiziki məhdudiyyətləri nəzərdə tutmuram. Mental məhdudiyyətlər də, hansı ki fiziki olmasa belə bizim özümüzə qoyduğu məhdudiyyətləri olan gənclərimizə nə tövsiyə eləyirsən? Mənim ən böyük tövsiyəm həmişə oxumaqdır. Balaca bir hekayə kimi bir şey danışım. Biz oxuduğumuz kitabların, mən indiyə qədər oxuduğum kitabların hamısını əzbər bilirəmmi? Yox. Bəlkə də oxuduğum kitabların bir sırasının adını da yaddan çıxarmışam mövzusunda. Belə formatda biri indi hekayələrdə belə başlayır da, bir bilgə bir insan və onun tələbəsi sual verir ki öz ustasına, öz mentoruna ki, biz bu kitabı oxuyuruq amma yadda qalmır. Bunu niyə oxuyuruq, buna niyə vaxt sərf edir, həmin vaxtda başqa işlə məşğul ola bilərik. İndi bu bir növ təmsildir də, bir növ hekayədir, bənzətmədir. Orada belə bir tapşırıq verir öz tələbəsinə, al bu biraz qırıq, hansı içində belə dəlikləri olan bir qab verir ona ki, apar bunu su ilə doldurub mənə gətir. Tələbə gedir bunu su ilə doldurmağa çalışır, yarı yolda baxır ki, bitib artıq su, bitib içinə axıb gedib, təzədən qayıdıb götürür, bir çox dəfə bu yol gedib gələndən sonra artıq gəlir yorğun formada ki, heç cür bunu eləyə bilmədim də, bu axır su. Və müəllim ona deyir, bax, mən bu qabı sənə verəndə bu yadvaçı necə çirkli, paslı idi. Amma indi bunu bax, parıldayır. Vacib deyil ki, biz o öyrəndiyimiz bilgilərin hamısını əzbər bilək ki, mən filan kitabda filan cümləni oxumuşdum, filan səhifəni oxumuşdum. Biz artıq o kitabı oxuduğumuz saniyə belə beynimizdə dəyişiklik baş verir. Baxış açımız dəyişir. Məsələlərə baxış rakursumuz dəyişir. Ola bilər ki, biz danışarıq, gedərik evə, bir saatdan sonra biz başqa insanlar ola bilərik.
oxuduğumuz bir cümlə, baxdığımız bir filmdəki bir təsir səhnə, yolda qarşılaşdığımız bir mənzərə bizi tamamilə dəyişə bilər. Hansı ki, bəzində gedib 2 il bir təhsil almaq üçün, bir diplom almaq üçün bir yeri təhsil alırıq, amma o dəyişikliyi görməliyik. Evet. Daim oxumaq və əllərində olan imkan nədirsə, həmin imkanı ən böyük silahlarına çevirmək. Mən bunu deyərdim. Belə birdən-birə tövsiyə etdiyəndə mən özümü tövsiyə verən bir səviyyədə də formatda görmədiyim üçün də mənim üçün biraz çətin olur. Çox qısa formada tövsiyə eləmək, ya əvvəlcədən hazırlayıb kənara nəsə qoymaq. Tövsiyəm ancaq olar ki, oxuma, dayanmamaq. Bir dənə tövsiyə elə, bir sözlə necəsə tövsiyə elə, bircə sözlə açıqlama vermə. Mən deyirəm ki, dayanmadan. Yəni dayanmaq lazım deyil. Bəli. Çox sağ ol Elman. Sən mənim üçün hər zaman bir ilham mənbəyi olmusan. Ona görə ki, həyatın necə yaşamalı olduğunu bilirsən. Mən indi gəldiyim bu dayanmamaq qənaətinə illər əvvəl sən artıq yiyələnmişdin. O qənaətə gəlmişdin. Yəni o sirri sən özün üçün tapmışdın. Sən həm təhsilin, həm valideynlərin, uğurlu valideynlərin və eyni zamanda uğurlu bir mühitin çox gözəl bir nümunəsisən. Təşəkkür edirəm dayanmadığın üçün, təşəkkür edirəm daim öz üzərində işlədiyin üçün və bax belə bizə də ilham olduğun üçün. Çox sağ ol Günel, təşəkkür edirəm. Bugün studiyamızın qonağı Elman Süleymanov idi. Ümid edirəm ki, bu söhbətimiz hər biriniz üçün ilham mənbəyi olar. Bəzən biz hər şərtin, hər qarşımızda olan maneənin olmamağını istəyirik. İstəyirik ki, bütün qapılar üzümüzə açılsın, bütün yollar açıq olsun. Amma bəzən elə bizdən gözlənən də, bizi biz eləyən də o qapıları özümüzün gücünə açmağımızdır və bəzən elə bizi də parladan, məhz öz gücümüzü ortaya çıxardan da elə bu cəsarətimiz, əzmimiz və dayanmamağımızdır. Ümid edirəm ki, bu söhbətimiz sizin üçün ilham verici oldu. Gələn görüşlərədək.